Dinin, imanın güclənməyinin yollarından biri kimin nəyə gücü çatır, dininə xidmət göstərməkdir. Mən bugün dinim üçün nə etdim? Günün sonunda hər adam bu sualı versin özünə. Dinim üçün nə elədim? Dinim üçün. Dinimə nə xidmət elədim? İslama nə xidmət elədim? Bu sualı versin özünə. Adam var, gəlir, görmüşəm, tək-tük, 100-də bir dənə gəlir ki, mən bu işimə şərik eləmişəm dini. Mən dindən şərikəm bu şeydir. Din deyəndə dinimlə də, yəni İslam, mənim öz dinimə filan qədərdən neçə nəfərdə niyyət edib, ondan sonra işim düzəlib. Bəzisi ilə bir fəqirə 100 manat verdi, yox, doğrudan da dini üçün nəsə xərcliyə, ayrı, mütəmadi, həmişə, davamlı, mütləq və mütləq Allah bərəkət verəcək. Mütləq, başqa cür ola bilməz. Adamı xəsislik fəqir eləyir, pul xərcləmək yox. Başa düşmür adamlar bunu. Adam xəsis olanda fəqir olur. Allah deyir, əsirgədin, ruzu mənim əlimdə, necə bura görür. Əsirgədin, xərcləyəndə pul azalmır. Xəsis adamların pul azalır. Vallah, billah, necə and içim, necə deyim. Kim xəsis olsa zəll olar, fəqir olar. Allahın zarafatı yoxdur heç kimlə. Allah yolunda xərcləməsə bir insan, bir mömin malını, ən yaxşı halda fəqir olar. Ən pis halda nə olar? Allahın düşməninin yolunda xərcləyər. Əli əleyhissalamın yolunda xərclənməyən Hüseynin öldürülməyi yolunda silahlara pul verirdilər. Özlərindən asılıyor, Allahın sünnətidir bu. Allah belə təqdir ediyor. Özü bilmir ki, bir yerdə ki, əsirgədi din yolunda, canını, malını, nəysə, canı, malı küfrün yolunda xərclənər. Hədisi deyim ərəbcəsin. Mən ləm yunfiq fi səbili vəliyillah, ibtəla bi ən yunfiq fi səbili aduvvillah. Deyir, kim Allahın yolunda xərcləməsə, Allah onu mübtəla eləyər. Yəni, belə bir bəla göndərər ki, Allahın düşməninin yolunda xərcləyər. Ehtiyatda olaq. Niyə eləmədin, niyə demədin? Allah qiyamətdə soruşur. Niyə bu sözü demək lazım idi? Qorxdum, məsxərə eləyərlər. Nəyimə lazım idi dostla pis olun? Birini müdafiə eləmək lazım da eləmir. Nəyimə lazımdır məsələn? Mən daha bu şeylərə qarışmıram. Niyə görə? Niyə görə danışmadım? Haqq söz idi, niyə demədin? Allah deyir, zəll eləyərəm səni. Özvü düşünüb nəyisə deməsin. Özvü düşünüb. Nəyisə deməsin, zəlil olarsan.